1972-ci ilin oktyabrında Uruguay Hava Qüvvələrinin 571 nömrəli reisi Ant dağlarının üzərində uçarkən güclü buludlu hava, yanlış koordinatlar və dağın iti qayalıqları səbəbindən qəfil olaraq dağın yamacına çırpıldı. Təyyarə iki yerə bölündü. Ön hissə anında sıradan çıxdı. Arxa hissə isə yüzlərlə metr aşağı sürüşərək qalın qara batdı. Qalan insanlar gözlərini açanda ətraf tamamilə ağ, nəfəs alan havaları isə kəskin soyuq idi. Onların ətrafında yalnız qırılmış metal parçaları, əzilmiş oturacaqlar, şaxtadan donmuş meyitlər və görünməyən məsafədək uzanan qarlı dağlar var idi. Xilas etmə ümidi yox idi, çünki radio işləmirdi və dünya onların harada olduğunu belə bilmirdi. İlk günlərdə soyuq və yaralar bir neçəsini aparır, gecələr -30 dərəcəyə dək düşən temperatur hamını tədricən gücsüzləşdirirdi. Edəcək heç nə yox idi və hər kəs anladı ki, ac qalmaq tükürpədici qərarlara aparır. Bir neçə gün sonra sağ qalanlar ən son çarə olaraq həlak olan dostlarının cəsədlərini yemək məcburiyyətində qaldılar. Bu həm ruhi, həm mənəvi cəhətdən onları sarsıtsa da yaşamaq üçün tək yol idi. Günlər keçdikcə qar çovğunu güclənir, onlar isə metal hissələrdən parçalanmış dəri oturacaqlardan, paltar qalıqlarından ibarət primitiv sığınacaq quraraq həyatda qalmağa çalışırdılar. Hər nəfəs ağrıya çevrilir, hər gecə ümid biraz daha azalırdı. Nəhayət iki nəfər, Nando Parrado və Roberto Canessa ölüm riski bahasına demək olar ki, heç bir avadanlıq olmadan çətin sonsuz kimi görünən dağların içindən 10 günlük yürüşə çıxdı. Ayaqlarına keçirdikləri primitiv qar ayaqqabıları, əllərindəki kiçik çubuq və bədən temperaturunu itirən zəifliklə irəlilədilər. Ölümcül soyuqda hər adımda uçurumlarla üz-üzə qalaraq irəliləyəndən sonra onlar təsadüfən bir çobana rast gəldilər və bu 72 gün davam edən kabusun sonu oldu. Xilasetmə qrupları gəldikdə sağ qalanların bədəni arıqlanmış, dəlləri yanmış, gözləri çaxnaşma ilə boşalmış bir halda idi. Amma yaşayırdılar. Bu insanın sağ qalmaq üçün nə qədər dəhşətli həddə gedə biləcəyinin ən real sübutudur. Fikrət Qədimli, Fatimə Piriyeva, Ölgə TV.